Yeni gündən, yeni vlogdan hər kəsə salam. Mən səhər bazarlıq eləmişəm burada. Mən də göyərtilərdə uşa təmizləmişəm, paxla almışam. Onu da təmizləyib, kesib suya salmışam ki, bir soğan da salmışam. İndi istəyirəm onları qızardım. Belə bağla, yaşıl paxla çığırtması belə bir şey eləyim. Və onu bilmirəm burada göstərərəm ya yox, amma bəlkə də shorts videoda olacaq. Göyərtiləri də təmizlədim. İstəyirəm bunları da xalzilnikə qoyum və bəzi bazarlıqlarda elədim. Konfet aldım, biraz xiyar, həmişəki kimi pomidor, şəmkər pomidor, neçə gündür uca şəmkər pomidor alıram. Çox dadlı çıxır. Belə elə bil ki, onlar yetişmiş spelый pomidor kimi. Və həmişəki kimi soğan, çörək soğan, evə lazım olan nə varsa hamısını aldım. İndi istəyirəm bunları da qəşəng qızardım. Niyə? Çünki uca qaynanamın yemək vaxtı gəlir. Mən ona həmişə saat 2-də günorta yemək verirəm. Saat 10-da səhər yemək olur və saat 8-də belə bizdə axşam yemək olur və arada da nələrsə verirəm. Bizdə belə bir diyetə heç nə yazılmayıb, amma mən bilmirəm, nə elə fikirləşirəm ki, yaxşıdır onu verirəm. Belə bir çığırtması elədim. Dediyim kimi shorts videoda var. Bura çəkməmişəm. Niyə? Çünki ora çəkəndə bura çəkə bilmirəm. Bir telefondan çəkirəm və bilmirəm da oje çəkmədim bir sözlə. Yanına qatıq həmişəki kimi və pomidor xiyar da qoymuşam. 3 belə çörək də qoymuşam dilim. Və buranı istəyirəm yum. Burada nədənsə su getmir. Neçə gündür uşaqlar qabları yuyurlar, qızlar. Su da çox pis gedir. Belə bir paket alıram həmişə bazar stordan. Onu atıram içinə. Biraz bir 200 ml belə su tökürəm, qaynar su, isti su və onu saxlayıram bir 10-15 dəqiqəyə. Sonra yuyuram. Belə elə bil ki, eriyib yuxarı qalxır. Orada yığan çirk mi nədir, indi deyə bilmərəm. Yuxarı çəkir belə. Və indi fişoda uca təmizlənib, qəşəngcə palasqatiləyirəm qaynar su ilə. İndi istəmirəm buranı yuyum. Axşam yeməkdən sonra uca qəşəngcə də məstasla həm bəzi yumalıyam, həm qubqanı yumalıyam. Həmişəki kimi işlərdə də qızlar bilmirəm. Həmişə nə lazımdırsa onu eləyirəm. Və gəldim hamamda gördüm ki, burada da su getmir. Oja yığılıb qalmışdı su rakovinanın içinə. Gördüm ki, su vəbşi getmir. Dedim gərək oranı təmizlədim. Gərək buranı da təmizləyim. Həmişə özüm eləyirəm. Belə açıb yuyuram qəşəngcə dəmestasla o şeyləri, turbaları və sonra yerinə salıram. Orada çoxlu saç yığılır pisdə, bilmirəm niyə. Bəlkə qızlar ora atırlar. Onlara demişəm, neçə dəfə başa salmışam ki, belə şeylər olmaz. Amma yenə də indi bilmirəm nətər orada saç yığılır, amma çoxlu saç yığılır orada. Belə qızlar. İnşallah bu videonu bəyənərsiniz, bəyənərək baxarsınız. Bir balaca video oldu. İnanırsınız ki, çəkmək istəmirdim, həvəsim yox idi. Niyə? Çünki videolar baxılmır, videolara like, yəni qoymursunuz, nəsə bir mesaj, komentari olaraq heç nə yazmırsınız. Bu da elə belə bir şey deyil, inanırsınız. Çəkəndə biz bütün gün bunu çəkirik də indi. Dediyim kimi məndə hobbidir. Amma yenə də kimsə baxanda, kimsə like qoyanda, nəsə bir rey yazanda insanın həvəsi olur, nəsə göstərməyə. Bu real həyatdır. Bu bir serial kimi bir şey deyil. Real serial da ola bilər bəlkə də. Bir evin içində yəni nə baş verirsə deyim də sizə. Odur, çəkirəm, düzdür, biraz çəkirəm, az çəkirəm, amma belli ki də baxış olsa, like olsa daha da çox çəkib qoyaram. Bütün gün məsələn bu işləri görmürəm. Neçə dəfə təmizlik eləyirik evdə, bir neçə dəfə qab yuyuruq, belə yemək hazırlayırıq, nəsə atışdırmalıq bir şeylər eləyirik. Yəni 3 uşaqdan ibarət bir evdə, bir 6 nəfərdən ibarət bir ailədir və bu
az değil. Maşallah, şükür Allah'a, maşallah olsun. Hamamı da temizledim. Temiz dasmalı da koydum. İstəyirəm sabunu da koyun. Bunları bilirsiniz de demiştim, göstermiştim size bu sabunları. Bazar storda skitkaya girəndə həmişə alıram və məndə həmişə zapas olur. Xoşum gəlir. Belə krem kimi sabundur, yumuşaq, belə aromatlı. Hamamda da qəşəng aromat olur. Böyükləri duşakabinə alıram, balacaları da el yumağa belə. Ve geçtim kofe içmeye. Kaynanamla dedim gel biz bize kofe içek. Çoktan içmedik. Bu aralar çok az içirəm. Bir ara her gün günde bir neçə dəfə kofe içirdim. 3-4 dəfə. Bu aralar nedense biraz az içirəm. Biraz çok yoruluram, biraz çok işim olur, biraz çok böyle hərəkətdə oluram və bir tərəfdən də paltar axtarıram. Qəşəng bir platya istəyirəm. Bilmirəm tapa bilərəm ya yox. Belki de size koydum ora şeklini, hansı istəyirəm, hansı model. Burada biz уже hem kofe içirik, hem seriala baxırıq. Ve birdən-birə yoldaşım dedi, o yatırdı ben kofe içəndə. Dedi gel gidelim. Bizde burada Semra var. Bizim yanında Semra cehizlik böyle merkezi diyeyim, magazin diyeyim, böyle bir şey. Geldik bura, çoxdan bu ütünü istəyirdim, çoxdan belə istəyirdim, həmişə pərdə yuyanda deyirdim, o ütünü alardım, mən də pərdələri ütüləyərdim. Mən o birisi ütü ilə pərdələri ütüləyə bilmirəm. Niye? Çünkü məni nədənsə tok iskralar, belə şeylər vurur və mən pram qəşəng belə mavi iskralar olur tok. Mən onu eləyə bilmirəm də, burada sintetika məncə çoxdur ona görə. Belə bir şey də gördüm, istəyirdim, amma sonra gördüm ki, plasmasda o kadar da möhkəm deyil, dedim yox qalsın, indi istəmirəm. İndi istəmirəm, belki başka bir gün gələndə alaram, belə bazıları gördüm, bunları da düzdür istədim. Belə qəşəng, nijni görünür, istəyərdim bir neçə otaqlara qoymaq. Ve bunları düzdür çok istedim ama almadım. Ürəyimdə qaldı, gidip bir gün alaram. Ama bugün değil. Niye? Çünkü həvəsim yox idi. Ütü aldıq və gitmeliydi eve. Biz bilirsiniz də hələ ki cavabları ala bilmədik. Hələ ki cavabları gözləyirdik. Ve ilin birinci karpuzu da biz bugün aldık. Bugün kestik. Düzdür biz bu iyun aylarında heç vaxt karpuz almırıq, amma bu il nədənsə indidən başladıq alıb sınamağa və çox dadlı, inanırsınız, elə qəşəng çıxdı ki, soçni belə speli karpuz çıxdı, çox da xoşuma gəldi. Nə yaxşı ki aldıq, biraz yedik, həm soyuğuydu karpuz biz alandan. Çöldən almadıq, biz bazar stordan aldıq və mən nələr aldım? Belə bir gül qabı aldım, istəyirəm gülləri əkim. Və marlə aldım, bu mənə lazımdır perivazka üçün. 2 apelsin aldım, 4-5 mandarin aldım, yenə də pomidor aldım, həmişəki kimi bir neçə dəfə pomidor alıram gündə. İndi istəyirəm pomidor yeməyiliyim, ona görə aldım. Və şey aldım, yumurtalar aldım. Bilirsiniz də indirimə düşmüşdü mən alanda. Hələ o gün çəkdim bu videonu da, pomidor 2 dəfə aldım. Bugün niye? Çünki deyirəm də pomidor yumurta istəyirəm hazırlayım və belə bir ütü aldım özüm üçün. Belə bir gün oldu bizdə. Burada mən uca başladım. Pomidor yemeği də çəkib shorts kimi atmışam. Burada sadəcə göstərirəm də nə edirəm. Pomidorları belə qoymuşam suya deyirəm, skоворodkaya. Suyu çıxsın, yağ çıxanda ora yumurta, zelin, belə şeylər ata bilərəm. Bu da mənim axşam yemeği deyə bilərəm. Yumurta xörəyi hazırlamışam, xiyarla pendir koymuşam yanlarında. Və mən nə edirəm? Mən sınayıram bu ütünü. Baxın görün nə tər bir şeydir.
Və belə yaxşı ütülüyür. Gərək biri tutsun onu aşağıdan və ütüləsin. Məndə bir elimdə telefon var idi, ona görə də bu rahat çəkə bilmirdim, amma pis ütüləmir, yaxşı ütülüyür belə. Burada bilirsiniz də bu lyondu. Tez belə qırış olan materialdır da, ona görə də bunu biraz çətindir ütüləmək. Bu həmişə belədir. Ona görə də biraz gərək onu yaxşıca ütüləyim. Əlim də alışsın ki, onu ütüləməyə. Belə bir gün keçir bizdə. Qızlar, bilmirəm, sizə nə deyim, nə danışım, nə yazım. Tam qəşəng pəncərələri bir-bir ütüləyirəm və oğlum gəldi. Bu oğluşum çölə çıxmışdı. Bilmirəm nə tər düşdü, deyir, bitona dəydim, çox pis düşdüm, çox belə yanır, belə ağrıyır. Düzdür, əvvəl gülərək gəldi. Amma sonra gördü ki, qan axır. Biraz yoldaşım da onu belə nətər deyim, sözlərlə toxundu, belə qırıldı, ay gedək həkimə, sənə iynə vursun, sənə nəsə eləsin, sənə belə şeylər dedi, tikiş açsın. Bu da qorxdu, başladı ağlama, ana deyir, düzdür, qırılmadı, deyir, orası. Deyirəm, yox, sadəcə biraz çox qan axır, ona görə. Bir dəfə oğluşumun başı da belə partlamışdı, deyim də, belə cızıq olmuşdu, gəlmişdi. O qədər çox qan axırdı.